بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Hamilə və süd verən qadın orucu tərk edə bilərlərmi? Oruç tutmaya bilərlərmi? Əgər tərk etmələri caizdirsə, icazəlidirsə, sonradan onu qəza etməlidirlər, yoxsa kəffarəsini mi verməlidirlər, yoxsa həm kəffarə, həm qəza etməlidirlər? Yəni, Allah Əzzə və Cəllə Quran-ı Kərimdə orucu tərk edənlər, oruç tutmayanlar haqqında iki hökm nazil etmişdir. Bir yerdə deyilir ki, sizdən xəstə olan tutmadığı günlərin sayı qədər oruç tutsun. Digər bir yerdə isə deyilir ki, tutmadığı günlərin sayı qədər bir miskini yedirsin. Hamilə və ya süd verən qadın bu iki hökmdən hansına aiddir? Birincisi, hamilə qadın üçün oruç tutmaq zərərli ola da bilər, olmaya da bilər. Əgər zərərli olarsa, ya bu qadının özünə zərərli olur, ya da ki, bətnindəki körpəsinə zərərli olur. Hər iki halda zərəri dəf etmək üçün orucu tərk etmək icazəlidir. Hamilə qadın və süd verən ana orucu tərk edərkən ya özləri üçün qorxaraq tərk edirlər, ya da övladları üçün qorxaraq tərk edirlər. Üçüncü bir hal isə hər iki səbəblə, yəni həm öz nəfsləri üçün, həm də övladları üçün qorxaraq tərk etməkdir. Yəni bu iki halı cəm etməkdir. Üçüncü halın hökmü, qardaşlar, yəni həm öz nəfsləri, həm övladları üçün qorxaraq orucu tərk edənin hökmü birinci halın hökmü kimidir. Yəni öz nəfsi üçün, özü üçün qorxaraq tərk edənin hökmü kimidir. Yəni qadın öz nəfsi üçün qorxaraq orucu tərk edirsə, artıq övladı üçün qorxub qorxmadığına baxılmaz. Çünki ananın məsləhəti övladın məsləhətindən üstündür. İbn Abbas radiyallahu anhunun görüşünə görə bu kəslər fidyə vermək hökmünə daxildirlər. Yəni tutmadıqları günün sayı qədər bir nəfəri yedirməlidirlər. Bu görüşü qəbul etsək, deməli orucun qəzasına ehtiyac yoxdur. Fidyə vermək kifayətdir. Bu həmçinin İbn Ömər radiyallahu anhunun da görüşüdür. Onlar bu fətvanı yaşlı və sağalmayan xəstəliyi olan kəslərə qiyas edərək vermişlər. Həmçinin Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah hamilə qadından və süd verən anadan orucu qaldırmışdır. Bu İbn Abbasın və İbn Ömərin görüşüdür ki, onlar sadəcə fidyə verəcəklər, yəni tutmadıqları günlərin sayı qədər bir nəfəri doyuracaqlar, bununla bitəcək. Ancaq doğru görüş odur ki, bu kəslərə orucu qəza etmək vacibdir. Çünki bu kəslərin hökmü xəstəliyi sağalan və ya heyzli nifaslı qadın kimidir. Bu sinfin heyzli nifaslı qadınla qiyas etmək, yaşlı və sağalmayan xəstə ilə qiyas etməkdən daha uyğundur. Yəni İbn Abbas və İbn Ömər bu hökmü, bu fətvanı verərkən bu sinifi hamilə qadını və süd verən ananı xəstəliyi sağalmayan və yaşlanıb taqəti olmayan kəslə qiyas etmişlər. Amma bu qiyas doğru qiyas deyil. Əksinə, bu sinifi heyzli, nifaslı qadınla qiyas etmək, yaşlı və sağalmayan xəstə ilə qiyas etməkdən daha uyğundur. Çünki bunların da hamiləliyi və süd vermə müddəti kəsiləcəkdir. Necə ki, xəstə sağalacaq, heyzli qadının heyzi kəsiləcək, eyni ilə süd verən qadının da, hamilənin də həmin müddəti kəsiləcəkdir. Allah hamilə və süd verən qadından orucu qaldırmışdır. Hədisinə gəldikdə isə bu hədis orucu əda etməyə aiddir. Ki, həmin vaxtda orucu tutmaya bilər, əda etməyə aiddir. Qəza etməyə aid deyil. Yəni, hamilə və süd verən zamanda oruc tutmağı vacib etməmişdir. Amma onlardan azad olduqdan sonra qəza etmək vacibdir. Necə ki, digər bir hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah müsafirdən orucu qaldırmışdır. Halbuki şək yoxdur ki,
müsafirə orucu qəza etmək vacibdir. Əbu Hənifə rahimehullah buyurur ki, bu kəslərə kəffarə vacib deyil. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurdu ki, Allah süd verən və hamilə qadından orucu qaldırmışdır. Ancaq hədisdə kəffarənin vacib olması zikr olunmadı. Elə isə deyirik ki, yəni bu deyilənlər Şeyx Əhməd bin Ömər Əl-Həzimi Hafizahullahın sözüdür. Elə isə deyirik ki, bu iki sinifə orucun qəzası vardır, kəffarəsi isə yoxdur. Çünki bu haqda bir dəlil varid olmamışdır. Bu iki sinif üzürlü kəslər hesab olunur. Üzürlü kəslərə isə üzür ortadan qalxana dək orucu tərk etmək icazəlidir. Üzür ortadan qalxdıqda isə orucun qəzası onlara vacibdir. Allahu aləm. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu en la ilahe illə ənt. Əstəğfiruka və etûbu ileyk.